Afiyəddin Məmmədovun Karsa salındığı bildirilir. İctimai fəalın ailəsi və yaxınları ilə telefon əlaqəsi saxlamaq hüququ da əlindən alınıb. Afiyəddin Məmmədovun Tofiq Yaqublu ilə bağlı bəyanatına, həmçinin həbsxanada məhbusların hüquqlarının pozulması ilə bağlı yazdığı yazılara görə cəzalandırıldığı ehtimal edilir. 29 gündür həbsinə etiraz olaraq ölüm acılığı edən Tofiq Yaqublunun getdikcə yaddaşını itirdiyi bildirilir. Vəkili Nemət Kərimli bu barədə siyasətçi ilə görüşdən sonra sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə səhər saatlarında həkim tərəfindən müayinə olunan Yaqublu çəkisindən başqa digər göstəricilərini xatırlamayıb. Yəmənin Mərib şəhəri yaxınlığında Husi dronunun hücumu nəticəsində sənədli film istehsalçısı və jurnalist Musab Əl-Həttaminin öldürüldüyü bildirilir. Əl-Həttami Əl-Cəzirədə daxil olmaqla müxtəlif media qurumları üçün müstəqil jurnalist kimi fəaliyyət göstərib. O 2015-ci ildən bəri Yəməndə öldürülən 20-ci jurnalistdir.